Reutersə danışan mənbələrin bildirdiyinə görə İran, Oman, Qətər və Səudiyyə Ərəbistanından xahiş edib ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampı İsrailin baş naziri Benyamin Netanyahunu dərhal atəşkəsə razı salmağa təşviq etsinlər. 2 İranlı və 3 regional mənbəyə görə bunun müqabilində İran nüvə danışıqlarında müəyyən elastiklik göstərməyə hazır olduğunu bildirib. İranın Xarici İşlər Naziri Abbas Əraqçi X platformasında yazıb ki, əgər prezident Tramp diplomatiyada səmimidirsə və bu müharibəni dayandırmaq istəyirsə, növbəti addımlar həlledici olacaq. İsrail təcavüzünü dayandırmalıdır. Əks halda bizə qarşı hərbi təcavüz tamamilə dayandırılmadığı təqdirdə cavablarımız davam edəcək. İran nüvə silahı əldə etməyə çalışdığını təqzib edir və nüvə silahlarının yayılmaması müqaviləsinin üzvü kimi nüvə texnologiyasından, o cümlədən uranın zənginləşdirilməsindən dinc məqsədlərlə istifadə hüququna sahib olduğunu vurğulayır. İsrail isə həmin müqaviləyə üzv deyil və Yaxın Şərqdə nüvə silahına sahib olduğu geniş şəkildə ehtimal edilən yeganə ölkədir. İsrail bu məsələ ilə bağlı nə təqzib edir, nə də təsdiq edir.